yadda saxlayın həmişəlik gənclərə tövsiyə edirəm. Bunu məsciddə mən çox demişəm, burada da ola bilər, eşitməyənlər olub bunu bilirəm, bu mənim öz sözüm deyil, bu qaydadır. Yadda saxlayın ki, şeytan insanları təkcə günahla cəhənnəmə aparmır. Şeytan əsasən dindarları yaxşı işlərlə cəhənnəmə aparır. Hansı yaxşı işlərlə? O yaxşı işlər ki, onun vaxtı deyil, onun zamanı deyil. Mənim boynuma bu iş düşür, şeytan demircə get günah elə. Ondan səni yayındırmaq üçün başqa alternativ yaxşı iş təklif edir ki, sən çaşşat qalasan. Pis iş təklif edirsə ayılarsan ki, günah da eləmirəm. O sənə pis iş təklif eləmir, şeytan da zirəndir. Görür ki, sən bunu eləməlisən, ondan yayındırmaq üçün bir dənə bəziyir, yaxşı işi qoyur qabağa. O deyir ki, bunu elə, görmək qədər savabı var. Sən də gedirsən ona tərəf, vəzifən qalır. Bununla da gedirsən cəhənnəmə. Çox bu misalı demişik. Ərəfə zamanında cəmaat Kərbəlaya gedir nə üçün? Ona görə Kərbəlaya gedir ki, İmam Hüseyni köməksiz qoyanlar həccə getdilər. Şərab içməyə getmədilər. Şeytan onları şərab məclisinə dəvət edir ki, gidə Ərəfata. Ərəfat pis iş idi, yox. Zaman başqa zaman idi, nəyin zamanı idi ayırt eləmədilər. Şeytan onları cəhənnəmə nə ilə apardı? Həclə. Adam həclə də cəhənnəmə gedər, bəlkə gedər. Adam həzlə də cəhənnəmə gedir. Adam namazla da cəhənnəmə gedir. Dua ilə də cəhənnəmə gedir. Mən isə bilirəm ki, bizim cəmiyyət kifayət qədər yetkinləşib ki, bu söhbətlər insanlara artıq demək olur, insanlar izah. Siz də başa düşürdəsiniz.